Hər vaxtınız xeyir olsun qızlar. Axşamınız xeyir. Çünki axşam vaxtıdır Bakıda. Sizə mən bölüşmək istəyirdim öz temadan aldığım əşyaları, geyimləri. Təbii ki, bunlar tam deyirlər. Amma ki, yenə də imkan olduğu qədər indi sizə göstərəcəyəm. Mən Temuda zakaz eləmişəm. Bu planşetdir. Qızıma zakaz eləmişdim. 178 manat. Deməli, uşaq işlədir artıq. Çox qəşəngdir. Mən tövsiyə eləyərdim hamıya qızlar. Həqiqətən yaxşıdır. Yaxşı planşetdir. Hardasa bir ay olacaq birazdan. Biz bunu almışıq. Onun mışqası da var, podstavkası da var qoymağa. Klaviaturası var, zaşitnaya stiklo var, müdafiə eləmək üçün sınmasın deyə. Ümumiyyətlə, naushnikləri var, zaryadочный устройствосы var. Sonra ruçkası, karandaşı var, yəni ki, ekranı tıklamağa da orada. Ümumiyyətlə, çox qəşəngdir, həqiqətən. Bu belə. Sonra sizinlə bölüşmək istəyirdim. Baxın, bu balaca dikiş maşını. Bunun pedalı da var. Qızlar, mən hələ bunu işlətməmişəm. Bu bir balaca buradan yoxlamışam da, necə görürsünüz. Bəzi tikməyini tikir. Bunun qiyməti çox gülməlidir. 24 manat hardasa. Normaldır. 24 manat üçün evdə məsələn xırda tikişlər etmək olar. Sonra bu balaca gürzə üçün, düşbərək üçün, yəni ki, belə bir qab. Bu qızlar gürcü xəngəli üçündür. Yəqin ki, görmürsünüz bunu. Baxın, çox həqiqətən maraqlıdır belə. Sıxırsan, yığır. Mən işlətmişəm bunu. Çox yaxşıdır. Həqiqətən də tələsik əgər nəsə eləyirsənsə bişirməyə, bu insana çox kömək eləyir. Bu balaca kofe üçün, kofe qarışdırmağa, yəni ki, penka ilə olsun deyə kofe bunun üçündür. Mən şəhərdə almışdım qızlar əldə. Amma ki, xoşuma gəlmədi. Həm də tez xarab oldu. Amma bunlar yaxşıdırlar. Bu balaca robotdur qızlar. Deməli, bunun qiyməti hardasa 21 manat idi. Amma indi satışdan götürülüb. Amma ki, mən sizə deyərdim ki, bunu məsələn zaryadkaya qoydum və evə buraxdım. Bütün saçları yığır qızlar. Tozları da yığır, saçları da. Düzdür, zibilləri yığmır, yalan deyərəm. Amma ki, tozları da yığır, saçları da yığır. Həqiqətən bu qiymətə, yadımda deyil, dəqiq 21 manat idi, yoxsa 24 manat belə bir qiymətdə idi. Amma ki, onu mən inanırsınız elə belə almışdım ki, zarafata da, yəni görəsən bu necə şeydir. Bilirəm ki, bunun normalı mən almamışam, amma mən yaxınlarımda var da, mənim də planımda var bunu almağa. Amma ki, mən bunun aldatmasını aldım hələlik. İnanın ki, heç də peşman deyiləm. Bu sumkanı qızlar, balaca çantadır, belə əl çantasıdır da, yəni ki, kaşilok kimidir. Bunu mənə Temudan hədiyyə gəldi. Bu hədiyyə gəldi. Sonra bu ayaqqabılar qızlar hədiyyə gəldi mənə. Pulsuzdu, amma ki, inanırsınız, o qədər yüngüldür. Mən elə geyməmişəm. Bunu belə yoxlamışam da, yəni ki, çox yüngül ayaqqabılardır. Mənim xoşuma gəldi, keyfiyyəti də yaxşıdır. Bu da hədiyyə gəldi mənə. Bu pijamanı qızlar mən özümə zakaz eləmişdim. Hardasa 15 manat idi bu pijamalar. Qəşəngdir, keyfiyyəti çox yaxşıdır. Və bu pijamalar da elə, bunlar şortiklə mayka iləndir, amma bu isə şortik köynək iləndir. Bunlar da hardasa 11 manat idi. Bunlar üçlü kostyum qızlar, 19 manata mən zakaz eləmişəm uşaqlara. Mən bunu Riyanədə də geyindirirəm, Məhəmmədə də geyindirirəm. Şortiklə, futbolka ilə yaxşı keyfiyyəti də var. Yayın maldır, qəşəngdir, həqiqətən nəfəs alan materialdır. Bu şortiklər də uşaqlara zakaz eləmişdim qızlar, 2 ədəddir. Qəşəng materialdır həqiqətən də. Maaşlı materialdır belə, pambıqdır. Qəşəngdir, hələ geyinməyiblər amma. Şortiklərin qiyməti hardasa 6 manat idi. Və bu platyanı da Riyanlara zakaz eləmişəm nəvəmə. Bantiklə bağlamışam deyə aça bilmədim. Amma ki, belə yaxşı yüngül materialdır. Bu da yaxşıdır, belə. Bunlar da hardasa 6 manat yarım idi belə bunun qiyməti. Bu platyanı qızlar özümə zakaz eləmişəm. Sözün düzü, mən bunu... Bunlar biraz başqa cür uzun görünürdülər, amma alandan sonra gördüm ki, çox da uzun deyil. Biraz qısa görünür. Həm də ki, ləmə çıxaqdır.
Biraz da materialı qalındı deyə bilmirəm mən bunu geyinəcəyəm ya yox. Amma belə o şu baxanda pis deyil. 2 dənə bantiklə deyil, açacağım. Bu plaçadır qızlar. Bunu açdım. Belə. Belə ətəkləri. Bu da bunun yuxarısından belə bantikləndir. Bilmirəm, əgər işte mən onu çölə geyinməsəm evdə geyinə bilərəm də yəqin ki. Biraz materialı biraz şeydir. Bilirsiniz necə? Bədənə yatan deyil, amma görünüşü pis deyil ümumiyyətlə. Görünüşü yaxşıdır. Və bugünkü alış-verişdən qızlar mən belə bir karandaş aldım. Bu karandaş deyil, bu sürmədir yəni ki, podvodkada. Bilmirəm, firmasına baxmamışam, amma dedim ki, ucuzunu verməyin. Linerdə yəni. Bunu hardasa 5 manat nə qədər aldım. Deməli, metronun yanında, İnşaatçılar metrosunun yanında orada kosmetika magazini var. Prям возле metro. Prям metronun yanında yəni. Və orada bunu almışam. Orada hər də 2 dənə də balaca zakolka götürmüşdüm. İndi onu da göstərəcəyəm. Bu zakolkalardır qızlar. Mənim saçım nə uzundur, nə qısa və mənə rezinka ilə heç udobna deyil. Saçı yığmağa, çölə çıxmağa evdə yığıram. Çölə çıxanda udobna deyil. Mən bu balaca zakolkaları götürdüm. Bunun qiyməti 1 manata idi. Bunun qiyməti 50 qəpiyə. 1 manat 50 qəpiyə bunları verdim. Çox ucuz və keyfiyyətli. Və bu donlarımı da qızlar mən Temu'da zakaz eləmişdim. Buna heç vaxt geyinməmişəm, sözün düzü. Elə bil ki, bu yanları biraz çox açıqdı deyə. Bunu ütüləyə belə qoymuşam şkafa. Belə uzundur. Belə göstərim də sizə yəni. Bir də bunun aşağısında da bir dənə don var. Ətəyini göstərə bilərəm sizə bir dəqiqə. İşte o yuxarısı prosta tam qaradır deyə adi bir dondur da. Həm də ki bunun qızlar materialı da çirkesini qavraya çox xoşuma gəlmir. Burada qızlar görürsünüz. Ətəyi belədir, yuxarısı qaradır. Ona görə də belə nə bilim vallah şəkildə tam başqa cür görünürdü. Amma gətirəndən sonra evə biraz başqa cür göründü deyə mən də onu geyinməmişəm heç birini. 2 dəfə ikisini də almışam bir vaxt zakaz eləmişəm və belə də qalıb. Çöldə qızlar çox gözəl havadır. Həqiqətən də külək yoxdur bugün. İnsanın elə bil ürəyi sakit olur. Buradan baxanda. Bizdə mən pəncərəni balkona açıqlayanda tam səs gəlir. Bütün maşınların səsi. Nə vaxt görürəm ki, biraz narahat oluram, bağlayıram pəncərələri. Amma belə bir xoşdur da. İnsanlara baxırsan ətrafdan. Kim işə gedir, kimsə işdən gəlir. Maraqlıdır həqiqətən. Kimsə uşaqlarla gedir harasa. Uşaqlar adətən buradan dərsə gedirlər. Buradan görürəm hamını. Dərsə gedib qaydanda görürəm uşaqları. Bizim yanımızda məktəb var. Elə qızım da orada oxuyur. Özü gedir gəlir. Çünki məktəb çox yaxındır. Elə buna görə də Allahıma şükür edirəm. Çünki nəvələri mən özüm aparıram, bağçaya gətirirəm. Onların bağçaları yaxın deyil. Onların bağçaları biraz uzaqdır. Hardasa avtobusla gedəndə 6 dənə dayanacaq hardasa keçirik. Mən hətta oktyabrdan, noyabrdan mən piyada gəlirdim o yolları. Uşaqlar gördüm bağçada gəlirdim ki, hərəkət eləyəm. Amma indi bir neçə vaxtdır ki, getmirlər. Çünki havalar dəyişir, elə olur ki, uşaqlar xəstələnir, tez-tez xəstəliklər olur bağçada. Mən də ona görə uşaqlara biraz ürəyim yanır deyə aparmıram. Amma lazımdır. Uşaqları maarifləndirmək lazımdır. Uşaq evdə qalanda uşaq biraz da nadinc olur. Aydın məsələdir. Onlar yaxşıdır ki, 2 nəfərdə oynayırlar bir yerdə. Amma yenə də nə qədər də olsa bağça tam başqadır uşaqlara. Ona görə də bəlkə dəhtən birinci gün apardım. Deyirəm amma ki, dəmbəlləşirəm, aparmıram. Onlar da yatırlar sözün düzü. Onların oyatmağa da ürəyim gəlmir. Amma başa düşürəm ki, lazımdır. Amma bağça uzaqdır bizə. Yoldaşım da Rusiyadan gəlmişdi. Həqiqətən gördü, dedi ki, çətindir də. Buradan səni aparıb gətirməyə uşaqları çətin olur.
Yaxında bağça olsa yaxşı olar daha da. Yaxında bağça var, sözün düzü. Amma ki mən o müəllimələrdən çox xoşum gəlir deyə uşaqlar da oraya gedirlər məmnuniyyətlə. Ona görə mən bağçanı dəyişməyə biraz cürət eləmirəm hələ ki. Amma yəqin ki Riyanla sentyabrdan bəlkə məktəbə getdi inşallah. Hazırlığa da yəni ki. Ona görə Məhəmmədi tək aparıb gətirməyə uzağa mənə çətin gələcək. Riyan əgər burada məktəbə gedərsə, Məhəmməd də bağçada burada hardasa mən onu aparacaq gətirəcəyəm. İşimi biraz yüngülləşdirəcəyəm. Belə qızlar. Çox sağ olun. Bu vlogumu biraz qısa çəkdim. Amma ki çalışaram bundan sonra çəkim. Baxışları görürəm çoxdur. Amma xahiş edirəm kim kanalıma abunə deyilsə qızlar abunə olun. Xahiş edirəm abunə olun. Kommentariya yazın, like edin videoları. Sizə minnətdar olaram. Çox sağ olun.